Həzrət buyurdu ki, əgər Allahın kitabının oxunduğunu eşitsən, ona qulaq as və sus. Eşitsən ki, imam cəmaat Qurandan oxuyur. Çünki bizdə Quran ayəsi də var ki, Quran oxunduğu zaman susun və dinləyin, bəlkə sizə rəhm oluna. Fərqi yoxdur. Piş namazın arxasındasan, görürsən ki, adam Qurandan qiraət edir, sus, qulaq as. İndi bu qayıdır deyir ki, axı o mənim barəmdə şirkə dair şahidlik verir. Bugün bəzi Əməvi məktəbinin ardıcılları da var. Məsələn, onlar xüsusilə ölürlər, zövq duyurlar belə bir şeydən ki, başqasına müşrik desinlər. Bilirik ki, indi elementar hansı proseslər gedir. Və baxırıq ki, məzhəb fərqliliyi olsa belə, Türkiyə, İran, Pakistan, bütün məzhəb fərqliliklərini də qoyub bir yerdə ittifaq edirlər. Lakin biz sözsüz ki, burada gözmuncuqlarını görürük. Onlar əsla yoxdurlar. Dəfələrlə şərhlərdə də yazırlar ki, biz əhli sünnə. Adam deyir ki, qardaşım, sən əhli sünnə deyirsən. Sən əhli sünnənin bir ovuc boyda dəstəsən. Əhli sünnə bunlardır. Bu kəslərdir ki, bu mübarizədə şah qatillərinə qarşı əl-ələ dayanıblar. Bax, əhli sünnə odur. Siz nə edirsiniz? Sual verirlər ki, biri sual verir ki, Qəzzədə və s. yerdə uşaqlar qırılırlar. Siz onlar üçün dua edirsinizmi məclislərinizdə? Qayıdıb dedilər ki, Fazil müəllim, biz sifarişi dua edəmirik. Mən bunun adını bilmirəm nə. Amma söhbət bizdən getsə, deyəcəklər, bütün Qurandan danış yoxdur. Elə ki, bir dənə Qədir Xumdan danış, əli adın çək, narahatlıq düşür. Yəni, nə olmalıdır ki, insan bundan narahat olsun? Məsələn, deyək ki, İmam Əli buyurub ki, məsələn deyir amma öz sözümdən ki, əziz gənclər, valideynlərimizin sözünə qulaq asın. Bunu Afrikalı bir adama da desək ki, bəh, gözəl sözdür. Amma bu adam eşitsən, narahat olacaq. O həddən çıxacaq şey qalır. Narahat olacaq. Niyə imam dedin, niyə Əli dedin, niyə əleyhissalam dedin, məyər başqaları yox idimi, niyə məhz? Mən bilmirəm bu narahatlıq hardandır. O xüsusi o tum var. İddia edirlər ki, əhl-i sünnə, amma onlar əhl-i sünnənin bir dəstəsidirlər. Onların işləri kiməsə ad qoymaqdır. Müşrik, kafir, nə bilim nə. Bu dəqiqə desələr, rafizlərə qarşı döyüşməyə lazımdır, deyəcəklər, hanı, hardadır, diyanı göstərin yerin. Amma deyəcəksiniz ki, bu qədər müsəlman qətl olunur. Sesiniz niyə çıxmır? Deyəcək ki, qardaş, mənim neyimə lazımdır, biz siyasətə qarışmırıq. Bəs burada niyə görə sənin sesin çıxır? Müsəlmana, İmam Sadiq əleyhissalama deyir ki, bəs mən bu piş namazın arxasında deyaram. Axı o mənə müşrik deyir. İmam da ona qayıdır deyir ki, əgər o Allaha itaətsizlik edirsə, sən Allaha itaət et. Əhl-i Beyt imamlarının mövqeyi həmişə budur.